ile əlaqədar Allah bugünü hər birimizdən mübarək qərarlıdır. Bismillahirrahmanirrahim. Kanun hakkında kısa bir məlumat inşallah danışaq. Ondan sonra Hamd Məhəssən Salamullahi Aleyha İmam Musi Kazım eşitli imamımızın övladıdır. Adı Fatihədir. Mənsulə ləqəbidir. Pak, təmiz deməkdir. Anası Məclə Xatındır. Və İzzəti 184 ilində Mədinədə dünyaya gəlib 220 ilində vəfat edildi şəhərində. Bəzi tarixi sənətlərə əsasən qanlı zəhərli idilər. Belə bir tarixdə belə bir sənətlər var. Evlənməyib, ailə həyat qurmayıb, övladı yox. Halbuki 28 yaşında, 28 il bərəkətdə ömür yaşayıb xanımlar üçün salamlar. Çox pak, tədəyyin, dindar və alimə bir xanım idi. Niyə bir insanlar fərqlidir. Bəzi insanlar bərəkətli insanlardır. Yəni, o qədər bu insanlar müsbət enerjili insanlardır. Bir yerə girənlər, bir yerə yaşayanda ətraflarına yaxşı, gözəl bir müsbət enerji sürürlər ətrafdaşlara. Yəni, yaşadıqları o cəmiyyəti, yaşadıqları mühütün aurasını dəyişirlər. O qədər bəzi insanların bu qədər əzəmət gücü var ki, dəyişə bilir. Biz baxsaq, məsəl üçün, bu günləri tarixə baxanda görürük ki, bəzi xüsusən kəndə, qəsəbəyə və şəhərə alimlərdən, ruhanilərdən, Peyğəmbər övladlarından, imamzadələrdən daxil oldular, orada nə qədər təsir edir. Baxırsan ki, məsələn, bir şəhərdə imamzadə olur, yaşayır və onu hətta qəlbi də var. O şəhərdə imamzadə olmayan şəhərin fərqini görürsən. O imamzadənin bərəkətindən görürsən ki, o şəhər nə qədər Allaha bağlıdır, nə qədər o şəhərdə imamzadənin o müsbət enerjisi, təsiri var, algısı var. Ondan Gəncə şəhəri, Daşının özü, Nərdaran özü, onların hamısı misal çəkə bilər. Nəinki imamzadələr, hətta ruhanilərimiz, məsələn, bizim bəzi bölgələrimiz var ki, ruhanidir, məsələn, əxlaqlı, təqvalı, ruhani, orada daxil olub, o qəsəbəli, o kəndi dəyişir. O kəndin zamanında elə böyük təsir baxışlı kişi. Mən bəzilərini bilirəm, bəzilərini haqqında məlumat deyəm. Allah o dünyası dəyişək o ruhanilərimizə, alimlərimizə rəhmət. Yəni, onlar böyük təsir qoyublar, hələ indiyənə qədər onların qoyduğu təsir davam edir. Amma bunun əksi də var, mənfisi də var. Quranda ayə var ki, məsələn, fasik insanlar, həsad edəyənlər, Fir'on kimi, Qarun kimi, Ömər Səd kimi, İbn Ziyad kimi, belə insanlar da bir məntiqi daxilə olanda onlar da fəsad törədənlər, cinayətlər edəyənlər. Bunun əksi də var, o bir tərəfi də var. Fasik öz mənfi enerjisini bıraxır, cəmiyyəti fəsada aparır, fiskə aparır. Amma təmiz, təqvalı, baş insanlar ətrafına müsbət enerji bıraxır və ətrafını gözəlləşdirir. Sanki hər tərəfi özü güldür, hər tərəfi edir bağ, bostan. Hamd Məhəssən Salamullahi Aleyha bu şəxslərdən ki, o ətrafının o paşlığı, o müsbət enerjini. Bir insan, məsəl üçün, tanımaq üçün o insanın ilk növbədə dində olan onun addımlarına, onun dindarlığına xüsusilə də
Əhl-i beytə nə qədər bağlı olmasına ona yəni, biz ki, bu günlərin Əhl-i beytin davamçısıyıq. Bizim əsas vəzifələrimizdən biri nədir? Əhl-i beytdən qabağa keçir. Və Əhl-i beytdən də dala qalmayaq. Dala qalıb itənlərdən olmayaq. Onlarla bərabər, paralel gedir. Əhl-i beytdən qabağa keçmək nədir? Əhl-i beytdən qabağa keçmək bu ki, Əhl-i beyt dediyi çərçivədə, o çərçivədə yaşayaq. Əhl-i beyt necə dua eləməyi öyrəndiniz, o çərçivədə dualandır. Özündən bir dənə məsəl, dua qoşub əlavə eləmək, o Əhl-i beytdən qabağa keçmək. Məsələn, uşaq ziyarətnamə oxuyurlar namazdan sonra. Ziyarətnamanın bir qaydası var. O ziyarətnaməyə özündən nələrsə əlavə lazımdır, əlavə eləmək. Necə Əhl-i beytdən bizə gəlib, o qədərdir, ehtiyac yox. Sən onlardan çox bilirsən. Bəzən qardaşlar məsələn deyərlər, bilirlər məsələn. Əs-salamu alə Əbbas-ı Hüseyin. Həzrət Əbbas'a salam verir. Bu ziyarətnamələr necə gəlib, o cür desək, mənə hələ gəlib o qədər kifayət edirlər. Yəni, o ziyarətnamı necə öyrədirlər bizə, o qədərdir. Artıq lazımdır, artıq nəsə artırar. Əgər Əhl-i beytdən gəlibsə artırar. Onların dediyi kimi yaşamaq, onlardan qabağa keçməmək və dala da qalmamaq. Yəni, elə də olmasın ki, ümumiyyətlə, onların yaşayışı ilə sən heç tarazlanmayacaq. Tam sənin yaşayışın onlardan fərqli olsun, yox, belə də olmasın. Xanım Məsumə salamullah əleyha öz həyat tərzini, yaşayış tərzini imamlara, Əhl-i beytə, zəmanəsinin imamına uyğunlaşdırdı. Ondan qabağa keçərdi, nə qala qalar. Həzrət Əbəlfəz niyə bu qədər onun haqqında dəyərlidir? O imamzadələrdəndir ki, məsələn, onun ziyarətnaməsi var. Hər imamzadənin birisi ziyarətnaməsi var. Həzrət Əbəlfəzin var. İmam Sadiqdən onun ziyarətnaməsi var. Oxuyuruq, biz qədir gedələn Həzrət Əbəlfəzin ziyarətnaməsi oxuyuruq. Çünki Həzrət Əbəlfəz baxın həyat tərzinə. Özünü necə elə düzəldir özünü ki, İmam Hüseyndən qabağa keçsin. Hətta qardaş belə demir ona. Ya Əbə Abdullah. İmam Hüseyin ala deyir ki, sənin vəzifən indi bayrağı daşımaq baş tutsun. Sənin vəzifən xeymələri qorumaq baş tutsun. Sənin vəzifən su gətirməkdir, baş tutsun. Deyir ki, mən çərkərdəyəm. Mən imam balasıyam, mən belə güclüyəm, cəsarətliyəm, mən su dalayacam, niyə deyir? Su dalayacam bu tutaqçı, bu əsgərlərdən birini göndərir. Yox. Necə deyir? İmam nədir başdır? İtaətdir, müftidir. Ziyarətnaməsi də oxuyur da, Allaha, Peyğəmbəri və Əhl-i beytə müfti olan, itaətdən olan. Yəni onun itaətindən keçir. Hətta görürsən, suyu belə götürür əlindən, necə içir? Çünki deyir, mənim imamım susuz olurlar. Mən sirab olum, onu özünə çalışdırmır. Qəbahət deyil, amma o qədər, yəni o qədər incəliklərə diqqət edir o. Ona görə Həzrət Əbəlfəz, ona görə Əbəlfəz. Ona görə Babül Həvaizdir, hadətlər qapısıdır. İkinci ziyarətnaməsi olan şəxs Xanım Məsumə. İmamzadan onun ziyarətnaməsi var. Xüsusi özünə məxsus ziyarətnaməsi var. Gelib oxuyursan. O ziyarətnaməsi biz burada Xanım Həkimə ilə oxuyuruq. Baxsız da, onun da ziyarətini gedən, o ziyarətnamanı oxuyurlar. Sadəcə orada adının yerini Xanım Həkimə ilə əvəz edir. İkinci bir insanın dəyərini, qiymətini öyrənmək üçün, bax gör, Əhl-i beyt onun haqqında nə deyir? Şimdi bu ki, öz həyat tərzini, Əhl-i beytin həyatına uyğunlaşdırır, gör, Əhl-i beyt onun haqqında nə deyir? Həzrət Əbəlfəz haqqında görmədə nələr deyir? Xanım Məsumə haqqında. Xanım Məsumə dünyaya gəlmiş İmam Sadiq. Hələ neçə il qabaq İmam Sadiq gəlir. İmam Sadiq Xanım Məsuməni nə üçün? Babası düzdür. Babası hələ dünyaya gəlməyən övlad haqqında sözlər deyir. Allahın yer üzündə bir hərəmi var, o Məkkə. Peyğəmbərin yer üzündə bir hərəmi var, Mədinə. Biz Əhl-i beytin də yer üzündə hərəm var, o da aradır, qum şəhər. Qum ocaq, Əhl-i beytin ocağı, elmin ocağı.
İmam Sadiq onun haqqında qabaqcadan xəbər verir ki, mənim övladlarımdan belə bir insan dünyaya gələcək, qulunda dəfn olunacaq, belə bir şəxsiyyə. İmam Rıza var, gəlir onun haqqında, İmam Cavad adamdır, hər kim onu ziyarət eləsə, cənnətə daxildir. İmam Rıza adamdır, hər kim onu arifən, mərifətlə ziyarət edir. Mərifətlə ziyarət bütün imamlarda var. Hanım Məsum haqqında da İmam Rıza var ki, mərifətlə onu ziyarət edəni Allah cənnətə yol verər. Mərifətlə ziyarət etmək bilsən nədir? Yəni onu tanıyaraq. Tanımaq, o adı tanımaq yox, kimin oğlu deyil, kimdir, o cür yox. Elə məsələn, İbn Xəldun da məsələn, sünnə alimidir. Doktordan məsələn, xristiyandır, Nəzət Əli Əleyhisselam haqqında kitab yazır, o xristiyandır. Əqidəsi şiyə deyil, müsəlman deyil. Onlar da tanıyırlar. Tanımaq odur ki, bu tanımlardan bir xəli qabağa gelirsən. Yəni, sən onu qəbul edəcəksən, sən Həzrət Əli imam olaraq, haqq olaraq, canişin, Allahın yeryüzündə canişin olaraq qəbul edəcəksən. Sən bilərsən ki, xanım Məsumənin nə məqamı var? Xanım Məsumə cənnətin qapısıdır. Burada Allah cənnət qapısı qoyur. Yəni, bu cür onun məqamını inanaraq onu qəbul eləməyə deyərlər mərifət. Sən gedəndə o mərifətlə bilib ziyarət edirsən, bəli, olarsan cənnəti qazanarsan. Amma hamı gedib o cür ziyarət eləmir ki. Xanım Məsumə salamullah aleyhanın öz şəxsi ibadətinə baxanda, elminə baxanda, təqvasına baxanda, bunlar hamısı onun həyatında parlayır. Belə bir şəxsiyyət xanım Məsumə. Ailə həyatı bunu bəzi tarix sənətlərdə yazırlar ki, ona layiqli bir həyat yoldaşı olmalı, belə yazırlar. Amma ən əsas bunu götürürlər ki, elə bir dövr idi ki, İmam Musa Kazım Əleyhisselam zindanda idi. Zamanının xəlifəsini qara siyahısında idi aldı. Heç kəs cürət edib bu ailəyə yaxın gəlməlidir. Niyə görə? Çünki hər kim bu ailə ilə qohum olsaydı, adı hara düşəcəkdir? O qara siyahıya. Çünki bu cürət eləyər. O cürəti eləmirdilər, qorxurdular ki, mənə də adım düşər qara siyahıya edirlər. Birdən mənə də təqib edərlər. Mən bunlara kürəkən olduğum deyənə mənə də əziyyət edərlər, belə edərlər, belə edərlər. Ona görə xanım Məsumə sallallahu aleyhə ailə həyatı vurmuyor. Xanım həkimə ailə həyatı vurmuyor. Amma buna baxmayaraq Allaha olan ibadət və itaətlərində daim bunlar Allahın müti yolunda, Peyğəmbər və əhl-i müti yolunda və ziyarətnaməsində də bir dənə gözəl bir İmam Rıza Ağadan sonda bir ziyarətnaməsində dua var. Allah dua edir ki, ən təxt deməli səadə. Allah mənim aqibətimi sonunu xeyirli qərar verir. İmam Rıza o ziyarətnamada oxuyursan. O gözəl bir dua. O duanı çalışın, həmişə eləyir. Aqibətin xeyirli olma duasını gecə gündüz o duanı eləyir. Yəni, heç kəs öyünməsin, deməsin ki, mən ruhaniyəm, mən Peyğəmbər babasıyam, mən seyyidəm, mən nə bilim kimlərdənəm, mən beləyəm, mən heləyəm, mən cənnəti ediyor. Müftə heç nə verir, gələk qazanırsan. Məqsəddə da olur, cənnət Allaha müti olan bəndənin yeridir. Hətta qara qul belə olsa, Həbəşistan, Efiopiya qulu belə olsa, cəhənnəm də Allaha üsyan edən, asi olan şəxsin yeridir. Hətta Peyğəmbər övladı olsa belə. O da seyiddir. O da seyiddir. Nə qədər bizim seyidlərimiz var ki, içki içirlər, narkomanlıq edirlər, mürcə hoqqadan çıxırlar, Allah'a inkar edirlər. Yoxdur bəyəndə. Nəsil o demək deyil ki, sən bu nəslə nisbət verilirsən, deməli səni başları üstündə taxt-tazda gətirəcəkdir. Yox. Sənin qiymətin dəyərin bəli var. O zaman ki, sən öz cəddinin yolu ilə gedirsən. Öz cəddinin yoluna xəyanət eləməmsən. Xəyanət eləməmsən ki, bəli. Sənin nurundan, sən o nurdan gəlirsən. Yox, xəyanət eləməmsən ki, sən artıq o nuru itirmirsən. Peyğəmbərin öz ən yaxınları, öz qohumları Peyğəmbərə xəyanət edərlər. Peyğəmbərə qarşı çıxırlar. Peyğəmbərə sehir, vazizal düzəldilər, amma İran vilayətindən gələn bir dənə Fars, Səlman gəldi Peyğəmbərin sirdaşı oldu. Gəldi, bir dənə məqam qazandı ki, heç bir o məqamı çatmadı. Peyğəmbərin özəmsi olmaları bu seyidlər deyildir, Əbbasiləri, Abbasiləri bu seyiddir. Seyidlik, bəzidir, elə seyidlik Peyğəmbərdən gəlmir ki, seyidlik hakimdən gəlir. Hakim övladları seyid. Bunun içində
Peyğəmbərin atası Abdullah da var. Bunun içərisində Əli Rəsulun atası Əbu Talib də var. Peyğəmbərin əmsi Abbas da var. Bunlar Seyyid qıramız. Bunların övladları hamısı Seyyid. Həmin Abbasilər ki, Seyyid edirlər, Peyğəmbərə əhl-i beytinə deyirlər. Əmoğlu deyirlər. Bu illər Seyyidlər birbirindən bilmirlər. Əmoğlu. Əmoğlu deyirlər. Amma nə olsun ki? Ən çox zülmü də elə onlar edərlər əhl-i beytinə. Ən divanı da onlar. Hətta Məyyədən də artıq. Allah Məryəm nəsləni lənət eləsin. Onlardan da artıq divanı əhl-i beyti onlar tuturlar. Gördük ki, Harun Rəşid neçə yüzdən Seyyidin başını kəsdirdi. Zavan Seyyidləri, xanımların başlarını kəsdirirdi. Yəni, bunların cinayəti olub. Yəni, o insan Allahın yanında onun dəyəri qiyməti var ki, Allah Quranın da ölçü deyil, meyar, təqva əsasında. Təqvan varsa, Allahın sevdiyi bəndəsən. Təqvan yoxdursa, Peyğəmbər övladı olsun belə, imamların övladları içərisində, naxirət övladlarıdır. Hamın Məhəmməd sallallahu aleyhə həm öz yaşayışı ilə, həm öz təqvası ilə, elmi ilə, savabı ilə, biliyi ilə, Allah rəhmət eləsin, Molla Sədrət böyük alimlərdən filosoflardır. O gəlirdi quma, elmi bir məsələsi, problemi çıxanda Hanım Mənsuməyə təvəccüh edir. Fazil Lənkəran, Allah rəhmət eləsin. Mələki Nəzəfi. Bunlar hamısı yazırlar ki, bizim bir elmi cəhətdən nəsə bir tətinliyini çıxanda, elmi məsələnin cavabını tapa olmayanı, gəlib ona təvəccüh edir, xanıma təvəccüh edir, o xanım bizim məsələmizi həll edir. Elmi məsələmiz. Bu günləri getdiniz quma görərsiniz ki, hələmin bir gülşəsində tələbələr otururlar, elmi söhbətlər edirlər, dərslərini danışırlar, oxuyurlar. Niyə görə? Çünki o xanım elm əhlidir, kəramət əhlidir. Nə qədər insana şifa verir, nə qədər xəstələr oradan dərmanlarını alıb gəlirlər. Belə bir xanım. Allah tezliklə inşallah o xanımın ziyarətini bizlərə nəsib eləsin. O xanımın şəfaətini bizlərə nəsib eləsin inşallah. Allah təala bizləri Quran və Əhl-i Beytdən bizlərə ayrı salmasın inşallah. Bu qapıda ixlasla xidmət eləməyi hər birimizə, bizə və bizim nəslimizə Allah təala lütf və minnət eləsin inşallah. Niyyətin salavat deyər.